Rəsul Rza müasir Azərbaycan ədəbiyyatının ən görkəmli şairlərindən biridir. 1910-cu ildə Göyçay şəhərində anadan olub. O, novator yanaşması və həyata fərqli baxışı ilə Azərbaycan ədəbiyyatında seçilən bir sim oldu. Onun şeirləri həm sosial və fəlsəfi mövzulara, həm də romantik və emosional mövzulara toxunurdu. Rəsul Rza Azərbaycan ədəbiyyatında yeni şeirin öncüllərindən biri olub və sərbəst forma vasitəsilə dərin məzmunları ifadə edirdi. Onun şeirlərində Tanrı mövzusu ciddi yer tutur və Tanrı ilə dialoq tez-tez işlənən mövzulardan biridir. Rənglər, insan və dünya kimi şeirlər şairin əsas şeirlərindəndir. Rəsul Rzanın həyat yoldaşı Nigar Rəfibəyli Azərbaycanda milli şair adına sahib olan ilk qadın şairlərdən olmuşdu. O, uzun illər Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etmiş və poeziya və ədəbiyyatın inkişafı üçün çalışmışdı. Hazırda bu ünvan onun oğlu Anar tərəfindən davam etdirilir. Rəsul Rza 1981-ci ildə vəfat edib. Lakin onun şeirləri müasir Azərbaycan ədəbiyyatının öyrənilməsində ən vacib əsərlərdən hesab olunur.